Dünya tarixində çox az insan bu qədər dəhşət və nifrətlə anılır. Fanatik və milliyyətçi çıxışları ilə bütün bir xalqı ayağa qaldırırdı, hərəkətə keçirdi. İkinci Dünya müharibəsini başlatdı. 60 milyondan çox insanın ölümünə səbəb oldu. Adolf Hitler. Ölümündən 80 il keçsə də onun həyatı hələ də öz gizəmini qoruyur. Yoxluqdan gələn bir adam necə zirvəyə yüksəldi? Führerin gerçək həyat hekayəsini sizə təqdim edəcəm. Adolf Hitler 30 aprel 1889-cu ildə Avstriyanın Linz bölgəsində anadan olub. O, məktəb illərində sinif yoldaşlarından heç bir özəlliyi ilə fərqlənmirdi. Dərslərində çox da uğurlu bir şagird sayılmazdı. Şəkil çəkməyə meyli vardı. Lakin atası onu özü kimi dövlət məmuru görmək istəyirdi. Ona görə də gənc Adolfun rəsm çəkməsinə qarşı çıxırdı. Hitler 13 yaşında olarkən atası qəflətən dünyasını dəyişir. Beləcə, gənc Adolfun rəssam olması üçün önü açılmışdı. 1907-ci ildə 18 yaşında gənc Hitler ölkənin paytaxtı Viyanaya üz tutur. O dövrdə Viyana Avropanın ən önəmli mədəniyyət mərkəzlərindən biri idi. Onun məqsədi Viyana Rəssamlıq Akademiyasına daxil olmaq idi. Lakin bu ali məktəbə daxil olmaq üçün çox çətin imtahanlardan keçmək lazım idi. Hitler imtahandan keçə bilmir. İllər sonra qələmə aldığı Mein Kampf, Mənim Mübarizəm kitabında o günü həyatının ən pis günü olduğunu yazacaqdı. Akademiyaya girə bilməməsi ona başqa insanlara qarşı nifrət yaratmağa başlayır. Bütün bunlara baxmayaraq Hitler Viyananı tərk etmir. Anasından qalan kiçik bir mirasla yaşamağa başlayır. Lakin tezliklə pulu qurtarır. Hətta yaşadığı evin kirayəsini belə verə bilmir. Bəzi gecələr parkda yatmağa məcbur olur. Gündəlik tələbatlarını qarşılamaq üçün rəsmlər çəkir və turistlərə satır. Hitler bu uğursuzluğuna görə özünü yox, digər insanları günahlandırırdı. O dövrdə Avropada iqtisadi böhran başlamışdı. Müxtəlif qəzetlərdə bu böhranın səbəbinin yəhudilər olduğu yazdırdı. Hitler də bu düşüncədə idi. Onun yəhudilərə qarşı nifrəti həmin illərdə başlamışdı. Hitler 24 yaşında idi və artıq həyatı məhv olmaq üzrə idi. Lakin baş verən bir hadisə onun bütün həyatını dəyişdirir. Birinci Dünya müharibəsi başlayır. Hitler Alman ordusunda xidmət etmək üçün müharibəyə yollanır. Onun vəzifəsi arxa cəbhədə ordu birlikləri arasında əlaqəni təmin etməkdən ibarət idi. Vəzifəsinin öhdəsindən uğurla gəlirdi. Göstərdiyi xidmətə görə yüksək hərbi mükafat olan Dəmir Xaç ordeni ilə təltif olunmuşdu. Sonunda həyatda öz yerini tapmışdı. Lakin 1918-ci ildə Almaniya təslim olur. Bu Hitler üçün bir faciə idi. Müharibənin bitməsi onun yenidən səfil həyatına geri dönməsi demək idi. Bu zaman Adolf Hitler həyatında və karyerasında böyük bir rol oynayan Karl Mayerlə tanış olur. Mayer Alman ordusunun yüksək rütbəli zabiti idi. Orduda kəşfiyyat bölməsinə rəhbərlik edirdi. Müharibə bitdikdən sonra əsgərlər arasında solçuluğa meyilli böyük bir kütlə var idi. Mayer onların qarşısını almaq istəyirdi. Mayer hansı əsgərlərin bu fikirlə meyilli olduğunu öyrənmək və onların ordudan qovulmasını təmin etmək üçün bir casus lazım idi. O, bu vəzifəyə Hitleri təyin edir. Bu arada Mayer Hitlerin natiqlik qabiliyyətini də kəşf edir. Onun ətrafdakı insanların diqqətini cəlb etdiyini görür. Hitler əvvəlcə kiçik pivə satılan klublarda çıxış etməyə başlayır. Mayer onu inkişaf etdirmək üçün Münxen Universitetində dərs almağa göndərir. Burada tarix və siyasət dərslərinə böyük maraq göstərir. Fikirləri daha da formalaşır. Avropada, xüsusən də Almaniyada böyük iqtisadi böhran var idi. Bu böhranın səbəbinin maliyyə kapitalının yəhudilərin əlində olduğu göstərilirdi. Hitler də bu fikirdə idi. Yəhudilərə olan nifrəti onun bütün düşüncəsinin əsas dayaq nöqtəsi idi. O, yəhudilərə qarşı fikirlərini artıq açıq etiraf edirdi. 1919-cu ildə bir məqalə yazır. Həmin məqalədə yəhudilərin Almaniyadan qovulmasının vacib olduğunu vurğulayır. Bu zaman Hitler 30 yaşında idi və bu onun ilk siyasi addımı idi. Hitlerin ideologiyasının yayması uzun çəkmir. Onun ideologiyası artıq ordudan da kənara çıxmışdı. Mayer onu Alman Fəhlə Partiyasının yığıncağına casus kimi göndərir. Yığıncaqda partiya üzvləri Bavariyanın Almaniyadan ayrılıb müstəqil bir bölgə olmasını dəstəkləyirlər. Bu fikirlər qarşısına dözməyən Hitler stolun üzərinə çıxır və qəti şəkildə etirazını bildirən bir çıxış edir. Onun çıxışı insanların diqqətini çəkir və yüzlərlə insan həmin məkana toplaşır və bu Hitlerin həyatında dönüm nöqtəsi olur. 2 il sonra Hitler Münxendə şəhərin ən böyük konsert salonunda 6000-dən çox insana xitab edirdi. Artıq partiya daxilində bütün gücü ələ keçirən Hitler onun adını və loqosunu dəyişir. Milliyyətçi Sosialist Partiyası adını qoyur. Özünü bütün Almaniyaya tanıtmağın vaxtı idi. İlk öncə partiyanın xüsusi geyim formasını və öz polis dəstəsini yaradır. Hitler özünü hər zamankindən daha güclü hiss edir və çevriliş planı hazırlayır. Münxendə bir iclas keçirən hökumət üzvlərinin bir qismini əsir götürür. Lakin daha yaxşı silahlara malik olan ordu və polis qüvvələri çevriliş planının qarşısını alırlar və Hitler həbs edilir. Həbsdə olarkən ona yeni bir enerji verən bir işlə məşğul olur.
siyasi düşüncələrini əks etdirən bir kitab yazır. Mein Kampf, Mənim Mübarizəm. Həbsdə olarkən strategiyasını dəyişir. Artıq dövləti ələ keçirmək üçün qanuni yolla mübarizə aparacaqdı. Seçkilər yolu ilə. 1924-cü ildə həbsdən azad olur və seçki yolu ilə hakimiyyətə gəlmək planları qurur. Bütün ölkədə kampaniya başlatmağa qərar verir. Ancaq bunun üçün çoxlu pul tələb olunurdu. Hitlerin isə bir qəpik belə yox idi. Yeganə çıxış yolu vardı. Almaniyanın zəngin insanlarının dəstəyini almaq. Lakin varlı insanların Hitlerə münasibəti bir mənalı deyildi. Bu zaman onun köməyinə keçmiş döyüş dostu Hermann Göring çatır. Hermann bir müharibə qəhrəmanı idi və varlı insanlarla yaxın dostluqlar qurmuşdu. Hermann zənginləri inandırmağı bacarır və iqtidara gəldikdə onlara çox böyük imkanlar verəcəklərini vəd edir. Artıq Hitlerin arxasında güclü bir maliyyə qaynağı vardı. Bütün Almaniyanı gəzir. Rəqibləri gündə bir miting təşkil edərkən o gündə 3 miting edirdi. 1929-cu ildə Almaniyada böyük bir iqtisadi böhran baş verir. İşsizlik sürətlə artır. Ölkə uçurumun kənarında idi. Artıq Almanlar üçün yeganə ümid Hitler idi. Səs sayını 3%-dən 33%-ə qaldırmışdı. Artıq Almaniyanın ən böyük partiyasının rəhbəri idi. 1933-cü ildə Hitler istəyinə nail olur. Hökumət başçısı təyin edilir. Hitlerin bir məqsədi vardı. Almaniyanı qitədəki ən böyük güc halına gətirmək. Bunu edə bilmək üçün radikal qərarlar aldı. Ölkə böyük bir tikinti meydançasını xatırladırdı. Bütün fabriklərdə silah istehsalı vardı. Ordunun xammala və yanacağa olan tələbatını ödəmək üçün böyük şirkətlərlə anlaşmalar əldə edirdi. Nəhayət 1939-cu ildə Alman ordusu döyüşə hazır idi. İldırım sürəti ilə Polşa, Belçika, Hollandiya, Lüksemburg və Fransa işğal edildi. Almanlar qarşısı alınmaz görünürdü. Hitler bütün Avropa qitəsini ələ keçirmək istəyirdi. Bunun üçün işçi qüvvəsinə çox böyük ehtiyac vardı. Hərbi əsirlər və yəhudilər kamplarda işləməyə başladı. Onlar ən ağır şəraitdə işləyirdilər. Bu arada Hitler bütün yəhudiləri məhv etmək üçün dəhşətli proyektində işə salmışdı. Yəhudilər öldürülür, sürgün edilirdi. Ən ağır işlərdə işlədilirdilər. 1941-ci ildə Hitler SSR üzərinə hücum əmri verir. Almanlar böyük sürətlə irəliləyir. Artıq Moskvanın bir neçə 100 kilometrliyinə çatırlar. Lakin Stalingrad yaxınlığında baş verən dəhşətli döyüşlərdə Almanların irəliləyişi durdurulur. Stalingradda məğlubiyyət müharibənin gedişatını dəyişir. ABŞ-ın da müharibəyə qoşulması ilə ikinci cəhbə açılır. Hitler artıq məğlubiyyətin qaçılmaz olduğunu anlayırdı. Qələbədən 10 gün əvvəl aprel ayının 30-da Hitler Berlin yaxınlığında bunkerdə intihar edir. Almaniya məğlub olur. Məğlubiyyətdən sonra Nürnbergdə faşistləri mühakimə etmək üçün tarixin ən böyük hərbi məhkəmələrindən biri qurulur. Nürnberg məhkəməsi.